Salam əziz hörmətli izləyicilər, xoş gördük dəyərli Səngər TV-nin tamaşaçıları. Rusiya-Ukrayna münasibətləri, Rusiya-Ukrayna müharibəsi 100 günə ümid qalmadı. Çünki Trump ümid vermişdi. Xəlil Qarahmədov efirə qoşuluq dostlar. Xəlil müəllim, salam, hər vaxtınız xeyir olsun. Salam, gününüz xeyir. Sizi və sizlərin izləyicilərinizi salamlayıram. Təşəkkürlər, çox sağ olun. Xəlil müəllim, mən sizə bir neçə sual ünvanlamaq istəyirəm. Rusiya-Ukrayna müharibəsi ilə bağlı. Belə deyək də, 100-cü günə ümid qalmadı. Yoxsa qaldı mı? Bugün bu dəhşətli müharibənin başlanmasının 1156-cı günüdür. Fikir verin, 1156 gün bundan qabaq, yəni 25 fevral 2022-ci ildə bu hərbi münaqişə alovlanıb və bugünə qədər də bunun həlli görünmür. Siz deyirsiniz 100 günə bir şey qalmayıb, nəinki 100-cü günə bir şey qalmayıb, bu müharibənin dünya müharibəsinə, nüvə müharibəsinə çevrilməsinə də bir şey qalmayıb. Çünki tərəflər bir-birindən diametral olaraq əks qütblərdə yerləşirlər və heç bir vəclə ortaq məxrəcə gəlmək istəmirlər. Bax, bugün çox təəssüf ki, vəziyyət belədir. Yəni, nüvə müharibəsi ehtimalı var mı, Xəlil müəllim? Böyük ehtimal var. Əgər Rusiya Ukraynanı ram edə bilməsə, öz istəklərinə nail ola bilməsə, quru döyüş əməliyyatları nəticəsində və digər tərəfdən də aşkar şəkildə görsə ki, öz ölkəsinin ərazi bütövlüyünə, dövlət quruluşuna çox böyük təhlükələr var, o mütləq nüvə silahına əl atacaqdır. Nüvə silahı ambarlarda yatmaq üçün istehsal olunmamışdır. O bir gün ya tez ya geç istifadə üçün nəzərdə tutulmuşdur. Xəlil müəllim, Trump Ukraynalı həmkarı Vladimir Zelenskini dünən ittiham edir. Deyir ki, Zelenskinin lovğalanacaq heç nəyi yoxdur. Trumpdan həm də bir sərt sözlər səsləndirilib. Nəyə əsasən deyir? Yəni, Trump deyir ki, Ukrayna üçün vəziyyət dəhşətdir. Bunu bütün dünya bilir. Amma bəs hanı bunun verdiyi vədlər? Axı, 100 günə demişdi, məsələləri həll edəcəm. Axır, yekunlaşır bu verilən söz. Daha doğrusu tarix. Təhsə onu demədi. Hətta bir qədər irəli gedərək dedi ki, siz indi sülh istəmirsiniz. Təxminən mənası belədir. Amma 3 il vuruşub heç nəyə nail olmamışsınız. İndən sonra 3 ildə vuruşsaz, ölkənizi itirəcəksiniz. Hə, bax elə o cümləni deyir ki, Zelenski ya sülhü seçməli, ya da ölkənin itirilməsinə səbəb ola biləcək daha 3 il müharibə aparmalıdır. Bəli, indi Zelenskinin 3 il müharibə aparmağa silahı, sursatı, iqtisadiyyatı və Avropadan, NATO'dan dəstəyi kifayət edirmi? Hal-hazırda Zelenskinin rəhbərlik etdiyi Ukraynanın Rusiya ilə apardığı bu nəhəng müharibəni, bunun konflikt, yəni ixtişaş sözünü bir dəfəlik unudub, bunun adına müharibə yazmaq lazımdır. Nəhəng müharibəni heç bir gündə aparmağa gücü yoxdur. Çox təəssüf ki, Avropada himayədarlar, havadarlar, müharibə partiyaları, müharibə həvəskarları daim olaraq Zelenskini irəliyə toxuyurlar. Bu müharibəni davam etdirməyə sadəcə onu vadar edirlər və məcbur edirlər. Zelenski işin bu ortasında yox deyə bilmir. Çünki artıq bütün iradə, bütün idarəçiliyi, Ukraynaya bağlı gedən əməliyyatların bütün idarəçiliyi Londonda və Parisdə həll olunur. Xəlil müəllim, bir də deyir ki, heç kim Zelenskini Krımı Rusiya ərazisi kimi tanınmasını tələb etmir. Amma Krımı istəyirsə, onda niyə 11 il əvvəl güllə atmadan Rusiyaya təhvil verdilər? Onun uğrunda mübarizə aparmadılar. Həm də Trump Obamanı tənqid edir ki, Obamanın hakimiyyəti dövründə Krım verildi. O vaxt axı Zelenski prezident deyildi, heç bir vəzifə sahibi deyildi.
O bu müraciəti etdikdə yalnız Zelenski nəzərdə tutmur. Ümumiyyətlə Ukrayna siyasətini nəzərdə tutur. Ukrayna siyasətində oyuncular dəyişsə də ümumi siyasi xətt dəyişmir. 2000-ci ildən başlayaraq bu günə qədər Ukraynada baş verən seçkiler nəticəsində deyək, seçilmiş 4 prezidentin 4'ü də öz tutduğu siyasi yolu Zelenski'dən çox da fərqlənmirdi. Zelenski sadece bu işin davamçısıdır. Hem de çok sert davamçısıdır. Hem de deyərdim ki, əyilməz davamçısıdır. Heç bir kompromisə gitmek istemeyen bir davamçıdır. Ama bunun kökü Zelenski'den çok qabaq koyulmuştu. Hatta Zelenski orta mektubda okuyan da 2000'ci illerde koyulmuştu. Bu əməliyyatların kökü. Rusya'dan dönmek siyaset belədir. Rusya'dan üz çevirmek ve Avrupa'ya gitmek. Avrupa ile birleşmez. Birleşmek. 25 yıldır ana xətt budur Ukraynada. Xəlil müəllim, mən olduğu kimi deyirəm, onun çıxışını, Trump'ın çıxışını. Deyir ki, o Kırım'ı istəyirsə, niyə 11 il əvvəl bunu etmədi? Prezident Barack Obama'nın himayəsi altında Kırım illər əvvəl itirilib və müzakirə mövzuda deyil. O işarə edir Zelenskiyə. Bəlkə biz bunu aça bilmirik. Trump'ın açıklamasının, yəni Zelenskiyə xitaban müraciətində Zelenskiyə nə aidiyyatı var? 11 il bundan qabaq. Bugün hakimiyyətdə, Ukraynada hakimiyyətdə Zelenskidir. Vladimir Zelenski seçilmiş prezidenttir və ölkənin siyasi sükanı onun əlindədir. Ona görə Trump bugünkü nöqteyi nəzərdən Zelenskiyə müraciət edir. Və Zelenski də sizə deyim ki, əməlli başlı belə deyək də siyasi dildə olmasa da razılaşmışdı bu əməliyyatlı bu razılaşmaya gəlməyə. Necə ki 2 il bundan qabaq İngiltərənin baş naziri gəlib Zelenskini İstanbul razılaşmasına çəkindirdiyi kimi, bax dünənki baş tutacaq Londonda baş tutacaq razılaşmadan Fransa'nın baş naziri çəkindirdi Zelenskini. Zelenski əldə bir oyuncaq bir halındadır. O hiçbir siyasi qərarları müstəqil vermir. İstanbul razılaşmasında nə vardı? İstanbul razılaşmasında bugün Rusiyanın istədiyi tələblərin hamısı vardı. O tələblər dəyişməz qalıb. O tələblərin hamısına da Ukrayna razılaşmışdı. Amma məlum olan siyasi lider Johnson gəldi və ruhlandırdı Ukraynanı. Dedi, qorxmayın, dağınızda biz durmuşuq. Siz Rusya ilə döyüşün, hər şey bizlikdir. Çox təəssüf ki, Biden də dedi, çox təəssüf ki, bugün meydanda bir siyasi dövlətlər Ukraynanı tək qoymağa gedirlər. Bax, bir saat bundan qabaq Reuters agentliyi məlumat yaydı ki, artıq Qərb dövlətləri, yəni Fransa və İngiltərə nəzərdə tutulur. Ukraynaya sülh məramlı qoşunlar göndərmək fikrində duruxurlar. Onların şərtlərini yumşaldırlar. Yəni qaçırlar bu ideyanın arxasından. Bilirsiniz, belədir. Aydındır. Demək, Xəlil müəllim, Zelenski bugün ağır seçim qarşısındadır. Xalqın, dövlətinin, ərazi bütövlüyünün xilası, yoxsa hakimiyyət? Sizcə o nəyi seçəcək? O bugün hakimiyyəti seçir. Ona görə hakimiyyəti seçir ki, hakimiyyət onun özünün şəxsi təhlükəsizliyi qarantıdır. Əgər Zelenskiyə kimsə siyasi sığınacaq və yaxud siyasi müstəqillik, salamatçılıq qarantı versə, Zelenski 2 gündən sonra hakimiyyətdən istifa verər və gedər o vəddal arxasınca. Çünki şəxsi, onun xoşbəxtliyi, şəxsi sağlamlığı dövlət siyasətindən də, hər bir şeydən də bu irəldədir. Və deyir ki, Trump deyir ki, mənim Rusiya ilə heç bir əlaqam yoxdur, amma Zelenskinin də lovğalanacaq heç nəyə yoxdur. Onun açıqlamaları yalnız qətl meydanını uzadır, sülhü çətinləşdirir. Mən səbirsizliklə Ukrayna və Rusiyaya kömək etmək istəyirəm. Bax, burada həqiqətən də Trump Rusiya, Ukraynaya kömək etmək təklifində səmimidirmi? Hədsiz dərəcədə səmimidir. Dünyada çox şükür ki, Amerika prezidentlərinin içində bir sülhsevər göyərçin peyda olub bu Trump'ın şəxsində və o həqiqətən də
Ukrayna ile Rusya'nın artık davamlı olan 3 il tamamlanmış ve 4. ili adlayan ve sonunda görünmeyen konflikti nöqtələmək, sonlamaq istəyir. Dünyada diğer problemler daha qabarıq indi Amerikanın karşısında durur. Amerika bütün hayatını, növbəti 3 ilini, 5 ilini de Rusya-Ukrayna konfliktine həsr etmək fikrində deyil. Öz